stomatoloqlarımız tərəfindən nəqdsiz ödənişlər, yəni qeyri-rəsmi ödənişlər həddən artıq çox saydadır və bunun qarşısının alınması üçün də təbib tərəfindən artıq müzakirələrə başlanılıb. Və burada konkret rəqəm və yaxud da say üzərindən danışmaq düzgün deyil. Bizim heç bir rəsmi belə bir qərarımız yoxdur. Sadəcə biz stomatoloqların fəaliyyətini daha düzgün, qanuni təmsil olunmaları üçün öz iradlarımızı bildirmişik və onunla bağlı müzakirələrimiz olur. Bilirsiniz ki, bu xidmətlər icbari tibbi sığorta tərəfindən əhatə olunmur. Dünyanın bir çox ölkələrində də bu xidmətlər sığorta təminatında deyil. Təbib tabeliyyəti müəssisələrində 140-dan çox stomatoloji xidmətin qiymətləri artıq tənzimlənib ki, ödənişli şəkildə, rəsmi şəkildə ödənişlər həyata keçirilsin. Amma apardığımız yoxlamalar, monitorinqlər onu göstərir ki, stomatoloqlarımız tərəfindən bugünə qədər bu ödənişlər tələb olunan və yaxud da ki, göstərilən xidmət qarşılığında olmayıb. Və buna görə də bu qeyri-rəsmi ödənişlərin qarşısının alınması üçün və neqativ halların qarşısının alınması üçün atılan bir addımdır və kifayət qədər çox sayda stomatoloqlarımız müraciət edib. Onların hər biri ilə individual olaraq, qrup şəklində də görüşlərimiz olub, onlara izah olunub və bu proses müzakirələr yenə də davam edir və sonunda ortaqlı bir mövqeyə gələcək və hər tərəfi qane eləyəcək, razı salacaq bir mövqedən çıxış eləyəcək ki, vətəndaşımıza verilən tibbi xidmət ən yüksək səviyyədə olsun.